düşünceler fərziyyədir, gümandır bu. Hakikatli içerisinde şirin yalandır bu. Boş ümitlə yaşayırsan ki cəmiyyət düzələr. Niyə həddən danışır, obra eşitmir kardır. Çoxu simasın itilmiş görünən aslardır. Bu geniş dünyada təəssüf ki fikirlər dardır. Haqqı dərk etsək əgər halımız əlbət düzələr. Bir adam digərin anlatması əxlaqlı olar. Bəlkə insanlara söz atması əxlaqlı olar. Mənəviyyatın ucuz satması əxlaqlı olar. Özün islah eləməklə mədəniyyət düzələr. Hər şeyi söyləmək olmur, nə çətin zamandır bu. Düzələr düşüncələr fərziyyədir, gümandır bu. Hakikatli içerisinde şirin yalandır bu. Boş ümitlə yaşayırsan ki cəmiyyət düzələr. Fərqi yox, pulladan fərqi yox, imkansız adam. Sonunda torpağın altında yatır cansız adam. Sənəkən məzluma zulm etmiş olan qansız adam. Əməlindən utanıb çəksə xəzalət düzələr. Bu adam səhvini vursan üzə gəlməz xoşuna. Halbuki səhvi bəlalar gətirir çox başına. Öz qeybin görüb eylincə məzəmmət boşuna. Öz eyblərini görüb etsə məzəmmət düzələr. Hər şeyi söyləmək olmur, nə çətin zamandır bu. Düzələr düşüncələr fərziyyədir, gümandır bu. Hakikatli içerisinde şirin yalandır bu. Boş ümitlə yaşayırsan ki cəmiyyət düzələr. İmtihanlar sayı artdıqca qəbahət çoxalır. Balansı mentalitetdən də xəyanət çoxalır. Ədalət olmayan hər yerdə cinayət çoxalır. Bunların hamısı ədalətlə nəhayət düzələr. Problemlərin haqqında danışsaq nə qədər, bir ömür yetməz ona sərf edərik vaxtı hədər. Düşünüb bunları yazsaq gecə gündüz biləsən, kağız üstündə olanlardan hikayət düzələr. Hər şeyi söyləmək olmur, nə çətin zamandır bu. Düzələr düşüncələr fərziyyədir, gümandır bu. Hakikatli içerisinde şirin yalandır bu. Boş ümitlə yaşayırsan ki cəmiyyət düzələr. Boş ümitlə yaşayırsan ki cəmiyyət düzələr. Boş ümitlə yaşayırsan ki cəmiyyət düzələr.